Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün tutum haqqında müəyyən qədər məlumat verəcək. Təbii ki, bunun içərisində elə bir şeylər var ki, bəzən onun hamısını biz izah edib çatdıra bilmirik. Onu da bəzən irad tuturlar. Eybi yoxdur, qəbul edirik iradlarda olduğu kimi. Ola bilər ki, bəzən nəyisə çatdıra bilmirik, deyə bilmirik. Olsun, eybi yoxdur. Deməli, burada tutum haqqında dedikdə, tutum deyəndə 1 litrimiz nə qədərdir? 1000 millilitr. 1 litrimiz neçə ədəd yarım litrlikdir? Yəni, 2 ədəd 500 qramlıq deməkdir. Yəni, istənilən halda 1 litrimiz 1000 millidirsə, 1000-i 2-yə böləndə, təbii ki, burada 500 qram qalır. 1 litr neçə ədəd 250 qramlıqdır? 4 ədəd 250 qramlıqdır. Və biz bəzən burada belə bir misallara da rast gələ bilirək ki, məsələn, 1 litr çıxılsın 250 millilitr tutaq ki. Bu misalı hesablamaq üçün biz 1000-dən 250-ni çıxmalı. 250 olmasın, başqa bir ədəd götürək, olsun 256-nı götürək. 1 litrimiz nə qədərdir? 1000. 1000 qramdan biz çıxıraq 256-nı. 256-nı çıxmaq üçün bizim belə bir qaydamız var ki, yəni özümüz öyrəndiyimiz forma. Sıfırdan 6 çıxmaq, uşaqlar bəzən sıfırları görür və burada çıxmağı çətinləşdirirlər. Sonuncu rəqəmi yadda saxlamaq lazımdır ki, sonuncu rəqəmi biz 10-dan çıxıraq. 10-dan 6 çıxanda 4. Qalan 2 rəqəmi isə təbii ki, biz biri parçalamış oluruq. Qalan 2 rəqəmi isə 9-dan çıxıraq. 9-dan 5 çıxanda 4, 9-dan 2 çıxanda 7. Ədədimiz qalır. Deməli, cavabımız da olur 744 millilitr. Deməli, burada yenə də deyirəm, 1000-dən 256-nı çıxmaq istənilən ədədi, yəni 3 rəqəmli ədədə çıxmaq üçün sonuncu rəqəmdən 10-dan çıxıraq, yəni bunu 10-dan çıxıraq, qalan 2 rəqəm isə 9-dan çıxıraq. Burada da bir parçalanmış olduğuna görə orada heç nə qalmır. Və burada biz qeyd eləmişək nəyi? Bundan adətən əvvəllər istifadə edilir. Yəni, keçmiş dövrdə istifadə olunub bu çəki vahidlərindən. Bəzi ölkələrdə yenə də istifadə olunur. Yəni, o haqda dəqiq məlumatım yoxdur. Pud 16 kiloqram, batman 8 kiloqram, girvənkə 400 qram, miskal 4 qram, dirhəm 3 qram, arpa 37 qram, çanaq 12 kiloqram, karat 200 milliqram, kisə 50 kiloqram, xalvar 400 qrama bərabərdir. Və yaxud biz belə bir misala rast gəlsək, təbii ki, 1 litrin tutaq ki, 5-də 3-ünü tap deyilirsə, biz təbii ki, burada 1 litrimiz 1000 milliqrama bərabər olduğuna görə biz 1000-in 5-də 3-ünü tapırıq. 1000-in 5-də 3-ünü tapmaq üçün biz 1000-i bölürək 5-ə, vururaq 3-ə. Deməli, burada 1000-i 5-ə böləndə 200 qalır, 200-ü də 3-ə vuranda eləyir 600. Cavabımız bu formada olur.